Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar, qardaş bacılarımız, Allah'a həmd olsun. Bu günlərin 7 dənə ailəyə yaşayan bolu-boluna ərzaq verəcəyik. Deməli, bu ərzağı təşkil edən xarici ölkədə Riyazan şəhərində yaşayan bir bacımız var. Orada bir yardım qrupu var. Allah'a həmd olsun. Bacı Uca neçə aylardır, hətta illərdir ki, ehtiyac sahibi ailələri sevindirir. O qədər ailələr olub ki, müalicəsinə və dərmanlarına dəstək olub həmişə, Allah'a həmd olsun. Və qrupun da rəhbəridir, həmd olsun Allah'a. Və o bacımız, Riyazan şəhərində yaşayan bacımız məbləğ göndərmişdir və də Allah'a həmd olsun. Bizə baxın qardaş, bol-boluna. Bax, göstər qardaş, göstər. 1, göstər. 1, 2, 3, 4, 5, 6, 7 dənə ailəyə Allah'a həmd olsun. İçərisində nələr var? Böyük yağlardır, düyüdür, makarondur, ən əsası mal ətidir, toyuq ətidir. Hər şeydən Allah'a həmd olsun. Bol-boluna kartof, soğan nə qədər var? Ən əsası sabundur, paraşokdur, fiyədir, digər nə məhsullar varsa, nə ehtiyac varsa, hər birisi Allah'ın izniyle alınıb. Gördüyünüz kimi, deyəcəm ki, Rusiyada, Riyazan şəhərində yaşayan bacımız, orada yardım qrupunun rəhbəri olaraq məbləğ göndərdi. Biz də sabahların bayramdır, hamının evində yemək pişsin deyə inşallah bunlara indidən almışıq. Akşam saat 12 kimi sədəqə qəbul olunur. Ondan sonra sədəqə qəbul olunmayacaq. Çünki sabah çatdırma məsələsi var. Deməli, ərzaqları maşına yığmışıq. Bir göstər qardaşlarımız olmasa, yaxınlar. Bax, onu doldurduq. Burada da var Allah'ın izindən. Yaxşı göstər. İnşallah gedirik. Allah'ın izindən ehtiyac sahibi ailələri paylaşmağa. Getdik. Elhamdülillah, başladıq. Yola çıxmışıq, ərzaqları verəcəyik. İnşallah başlayacaq ilk öncə İtitala kəndindən uzaq olduğuna görə və digər kəndlərə Allah'ın izindən ərzaq verəcəyimiz ailələrdə çoxu da tək yaşayan bacılardır ki, təkcə uşaqları ilə yaşayır. Həyat yoldaşları yoxdur. Bacı, Allah sizden razı olsun. Bugün elhamdülillah bu kadar ailəni sevindirirsiniz. Allah size bərəkət versin. Devam edirik. Deməli, indi deyəm ki, İtalya Allah'ın izni ilə burada bir bacımız yaşayır. Bir övladı da hərbidə də bu dəqiqə vətənimizi qoruyur. Başımızın tacıdır. Allah bütün hərbiçilərimizi qorusun. Bizim bugün ərzaq verəcəyimiz demək olar ki, 90% ailədə bacılarımızın həyat yoldaşı yoxdur, tək yaşayan bacılardır. Gəlirəm kömək eləməyə. Bugün yanımda köməkçilərim var. Biri Murad qardaşımız, biri də Özcan qardaşımız. Bu evdə Allah'ın izniyle bacımızın dediğimiz kimi də bir övladı hərbidədir. Əsgərdir, elə deyil mi bacı? Bir kız, bir oğlan. İki kız, bir oğlan. Tam burada yaşayırlar belə. Şöyle. Maç elə əmini. Mən də maç edeyim. Yaxşı maç edeyim. Maç edeyim. Gel. Əmiyə nə deyəcəkdim? Heç vaxt. Sağ ol. Sağ olun bacı. Getdik inşallah. Allah köməyiniz olsun. Allah rızqınızı artıq eləsin. Amin bacı. Sağ olun. Sağ olun. Çox sağ olun. Ərizimizdə yuduq. İttihala kəndi inanırsınız Balakana seçilən kəndlərdən biridir. Bilirsiniz də buranın millətidir, İnciloy millətidir. Və burada bayramlar xüsusi olaraq başqa formada keçirilir. Həqiqətən müqəddəs bayramlar var ki, Ramazan bayramıdır, Qurban bayramıdır. Qeyri-adi burada keçirilir. İnşallah mümkün qədər gələcək zamanlarda biz bununla bağlı da bir çəkiliş aparacağıq inşallah. Burada gəlmişik növbəti ailəyə, Allah'ın izni ilə. Bir bacı övladları ilə yaşayır. Bacı neçə uşaqdır sizdə? 3 uşaqdır. Allah qorusun.
Qoy ondan sonra uşaqlar. Güzel. Elhamdülillah. Gedək növbəti ailəyə inşallah. Allah qəbul eləsin. Sağ olun, xoşdur anam, xoşdur, sağ olun. Bayramınız mübarək olsun. Sağ olun. Qardaş, bura İttihalın mərkəzi göstər. Məscidə bax, maşallah. Məscidi göstər qardaş. Maşallah, maşallah. Bax, bax. Burada həmçinin dün belə sürüyorum, ev yox. Bir bacımız var, evlatları ilə yaşayır, həyat yoldaşı yoxdur. Buradan da payı inşallah bura verəcəyik. Bizdən kömək edin uşaqlar bizə. Gedək indi növbəti ailəyə inşallah. Burada da bir qardaşımız övladlarıyla yaşayır. Qardaşımız özü də bir neçə dəfə əməliyyat olub, ağır əməliyyat keçirib. Gəl. Burada İttihalda yaşayır bu ailədə, Allahın izniyle. Bura qoy. Elə burada yaşayırlar. Dediyimiz kimi qardaşımız dəfələrcə ağır əməliyyat keçirib. 3 dənə körpə qız övladı var və burada yaşayırlar. Bu da İttihal kəndinin şəhidi, şəhidimiz adlı olan İmam Əliyev adına bulaqdır. Allah bütün şəhidlərimizin ailəsinə səbir versin. Hamısı bizim üçün dəyərlidir. Elhamdülillah. Bak kardeş. Gör ne güzel. Güzellikler. Kənd cəmaatı. Bak. Hamısı bizim igidlərimizdir. Hamısı bizim başımızın tacıdır. Getdik növbəti ailəyə. Deməli, əzandır elə. Maşallah, maşallah. Gözlər əzan qutarsın inşallah. Dayandırmışdıq. Elhamdülillah İttihaldakı məsciddəki olan əzan idi bayağı göstərmişik. Deməli bu bizim Şərmin balamızdır. 11 yaşı var balamızın. Belə baxın elə bir ki 6-7 yaş var elə görsənir. Hə? 10 yaşı. Hə, indi 10-11 idi Allah'ın olsun. Balamız 7 dəfə əməliyyat keçirib. Ağır börək əməliyyatı. Allah'ın izni ilə biz belə göstər o tərəfi. Ev o araldadır. Biz ora maşın girmədi qardaşım. Maşın girmədi. İnşallah biz bura qoyacağıq. Balamızın anası götürəcək inşallah. Əmin yenə gələcəm buraya. Yaxşı qızım. Yaxşı. Can, gəl maç edeyim. Əmini maç elə görüm. Canına dolanım sən, gözəl balam. Siz bilirsiniz ki, mən uşaqlara qarşı dəhşət həssasam. Ən yaralı nöqtəm mənim uşaqdır inşallah. Qızım, gəl bismillah. Yəni gələm, gəl kömək elə. Bu yerə gəl anası götürəcək inşallah. Bismillah. Dəstədə o zaman olmasa. Yorulublar. Elə bu yekunlaşır inşallah. 7 dənə paydır. İnşallah yenə gəb 7 dənə pay var götürüb yenə onları paylayacaq Allah'ın izniyle. Onu da götür inşallah dedə. Götür. Sen yemeği yemeyeyim sen kardeşim. Əmiyə bax. Sen ne etsən əmilərdən? Ne alım əmi sənin də yanında? De görüm. Ha? Ne etsən əmi sən? Yeyən. Ha? Yeyən. Yeyen şey? Baş üstə. Yeyen şey. Maşallah, maşallah. Baş üstə əmi qoyma. Yenə gəl əmi sən gəndə sən hədiyyələr gətirəcəm. Yaxşı? Gedək növbəti ailəyə inşallah. Burada gəlmişik. Burada Çortaladı Allah'ın izniyle. Yəni xatırlayırsınızsa biz bir neçə ay öncə burada bir tane bala var idi ki gözləri görmürdü. Biz Allah'ın izniyle elimizden geldiği kadar yardım etmeye çalışmıştık məbləğ toplayarak. Balamız elə də ağrıyır təəssüf ki. Bu ərzağı da Allah'ın izniyle buraya gətirmişik. Gəl Murat, göz. Buraya qoyacağıq inşallah. Biraz tələsirik bir balaca. Deyəm atası inşallah götürəcək buradan Allah'ın izniyle. Soruşacaqsınız ki sən niyə qaldırmırsan? Üzr istəyirəm. Mənim bir problemləri var belimlə bağlı. Müalicə alacağım. Ona görə qaldıra bilmirəm ağır yük. İnşallah. Heç də. Oldu. Bunlar ərzaqları biraz verdik. Dediyimiz içində hər bir şey var necə lazımdır. Bir dənə pay var. Onu verəcəyik. Ondan sonra yenə 7 dənə pay var. Yəni gecə də gündüz inşallah səhərə qədər çatdıracaq paylayıb Allah'ın izniyle. Deməli hələ ki sonuncu ərzaqdır. Gedirik yenə də Allah'ın izniyle 7 dənə yenə də payımız var inşallah. Onlara paylayacağıq. Gəlmiş bir dəfə var deyək. Kuşatala kəndindəyik. Bu ailəyə bir neçə ay öncə biz burada yenə yardım yığmışdıq. Anası xəstədir bacımızın.
Bacımız xəstəxanasında baxır, tək yaşayır. Həyat yoldaşı yoxdur. Götür Əmin Gülü. Götür. Cavanlarımızdır. Cavanlarımıza əlhəmdülillah bax bizə qoşulur balalarımız. Görün bu gözəl işdə bizə kömək edirlər əlhəmdülillah. Bax pilləkənə qoyaq dədə. Deməli bu evdə dediyimiz kimi bacı yaşayır, xəstəxanasına baxır. Anası yataq xəstəsidir. Bir övladı var, övladı elə xəstədir. Ay maşallah. Güzel. Koy dede. Ay maşallah.